593 Xəbər gəldi. Xəbərəm bu. is going to start the discussion. Müzakirəni başladacaq. Kim? C variantı. Sən nə yazmışsan? Nə? 4-ə nə yazırsan? 97. 97-də, hə. Deyir ki, he is an engineer, o mühəndisdir. Demək, nə soruşub? Peşəsini. Peşəni soruşanda hansı sual sözü ilə? Bəli, what deyirdik. What olacaqdı 3, 4. Bir də, who is your father? Sənin atan kimdir? Onda ad familiyasını deyərdi, kimliyini soruşur. Bizə amma peşəsini soruşubdur. E variantı. 98 söz önü. Söz önü ilə hansı işlənirdi? Axı biz demişdik. Söz önü sonda gələrsə. Söz önü sonda gələrsə who, what. Əgər söz önü nöqtələrdən əvvəl gəlibsə, söz önü üstə gəl whom olar. B variantı. Qaydada var ki, söz önü üstə gəl who olur. Sonra cansız isimdir. Deməli, nöqtələrdən əvvəl cansız isim gəlibdir. Cansız isimləri hansı relative pronounlarla təyin edilir? Which yoxdursa that, C variantı. Sonra 614. Aha. Nöqtələrdən əvvəl computer cansız gəlibdir. Which olan yerə that. Yəqin ki, siz whom götürmüsünüz. Nöqtələrdən sonraya baxırsınız. Əvəzlik görən kimi whom götürürsünüz. Whom'u götürməyim üçün, bəli, nöqtələrdən əvvəldə whom götürməyim üçün canlı gəlməlidir. Yəni, nöqtədən sonra əvəzlik gəlməsi, bəli, nöqtədən sonra əvəzlik gəlməsi şərt, yeganə şərt deyil. Nöqtədən əvvəl canlı, nöqtədən sonra əvəzlik gəlməlidir. Who'dan sonra isim gəlməli idi, gedir. 3-də də who canlıdır. Computer cansız daxı. 1 ilə 4 olacaq E variantı. Başa düşdük səhvini? Sor. 17-də nöqtələrdən əvvəl person gəlibdir, canlıdır. Nöqtələrdən sonra works, işləyir, xəbər gəlibdir. Canlı xəbər, work, who olacaq A variantı. Xeyr, isim deyil axı. İsim deyil, işləyirdir. Sonra işlər olmur axı, iş sayılmayan isimdir. Bala, necə cəmlənsin? Sonra 37-yə qədər varmı? 28. Nöqtələrdən əvvəl mən canlı gəlibdir. Canlı, deməli, isim üstə gəl, what olmaz. C getdi. Canlıya which deyə bilmərəm. 4'lərim getdi. Canlı, who olan yerə that, 1, 5. Yəqin 1, 3, 5 götürmüsən. Boşluqdan sonra mübtəda gəlməlidir. Boşluqdan sonra mübtəda gəlməlidir. Xəbər yox. 3 ola bilməz. 4'də 5'dir. 1, 5, bəli. Sonra Sadiq ekranı göstər görün. Sonra 37. What sözü qayda aldı? Bəli, idi qoşulacaq. Nöqtələrdən əvvəl candidate, namizəd, canlı. Nöqtələrdən sonra ay, əvəzlik gəlib. Canlı əvəzlik whom olacaq E variantı. 37-də A ola bilməz axı. Who'dan sonra isim gəlir, səhv yoxlamısan. Sonra 40-da. Nöqtədən əvvəl gələn söz nə ilə gəlib? Görsən artikellıdır, watch. Watch artıq burada izləmək ola bilməz. İsimdir, qol saatıdır, cansızdır. Cansıza nə deyərəm? Which. Nöqtədən sonra da mübtəda gəlib deyə boşluq variantı olsaydı, boşluq da götürərdim. 2, 4. Canlı deyil də, whom'u çıxdım. İsim üstə gəl, what olmaz. Başa düşdünmü? Qol saatıdır, cansızdır. Cansıza which deyərəm, zət deyərəm, C variantı. 42.
Nöqtələrdən əvvəl açar gəlibdi. Cansızdır. Sonra da bir də Cansız, cansız. viç, Sağ olun. azad. Bir də baxıram əvəzlik gəlib, boşluq. Cansızdır, hum deyə bilmərəm. İsim üstəgəl, vot ola bilməz. Qalır cavabım 3 ilə 4 E variantı. Başa düşdükmü? 48-də. 46 var. 46. Nöqtələrdən əvvəl woman gəlibdi, qadın canlı. Nöqtələrdən sonra xəbər gəlibdi. Hum verə bilmirəm çünki əvəzlik yoxdur. Canlıdır, which verə bilmirəm. İsim üstəgəl vot olmaz. Qaldı 1-2 A variantı. Mən 2-3 vermişdim. 48 dedi. Yəni yəqin ki buna kimi səhvidir? Mən Hum götürmüsən yəqin variantlarda. Nöqtələrdən əvvəl ring cansız üzük, isim üstəgəl vot olmaz, cansızdır hu olmaz. Uşaqlar yenə deyirəm, nöqtədən sonra elə əvəzlik gələn kimi mən hər yerə hum yaza bilmərəm axı. Mənim nöqtədən əvvəlki sözüm canlı olmalı idi. Aydındır? Hum verə bilmirəm, cansızdır. Qaldı 1-2. Əgər variantları məsələn 6 qoyub which desəydi 1-2 6 olardı. Boşluq da 1-2. Boşluq hə. Boşluq üçün fərqi yoxdur ki, nöqtədən əvvəl canlı gəlsin yoxsa cansız. Boşluq üçün fərqi yoxdur. Boşluq sadəcə deyir ki, nöqtələrdən sonra yeni cümlə başlasın, əvəzlik gəlsin. Amma hum deyir ki, məndən sonra, yəni nöqtələrdən sonra bu hissədə əvəzlik gəlsin, ancaq nöqtədən əvvəl də mütləq canlı gəlsin, bəli. Sonra biraz sürətlənin. 73-ə qədər 73. Törəmədən sonra isim olmaz. E-ni çıxır. Noldan sonra isim olmaz. Notdan sonra isim. Of olmaz. Saç demə. Bu E çıxdı. Qaldı D ilə C. 2 nəfər dediyinə görə neyəcə deyirik? Bəli. Nöqtələrdən sonra of gəlibdir. No not üstəgəl of olmaz. A gedir, B gedir. Törəmə üstəgəl of olmaz. E gedir. Əgər variantların birində sadiq, neither, birində nan gəlibdirsə, mən mütləq saya baxmalıyam. 2 oğlu dediyinə görə, bəli, ikilikdən danışan neither. Ümumiyyətlə 3 dənə ikilikdən danışan əvəzliyimiz var. Onlar hansılardır? Neither, either, bir də both. Hə, o 2 çıx 1 bərabərdir 1-dir də. 2 dənə əşyadır. Birini götürürsən, yerdə qalan həmin o biri də A-dır. Ancaq ümumiyyətlə ikilikdən danışan neither olacaqdır. Either, bir də ki both hər ikisi. Sonra deyin səhvinizi. 75. Nöqtələrdən sonra of gəlibdir. Törəmə üstəgəl of olmaz. D, E gedir. No not üstəgəl of olmaz gedir. İkilikdən, bəli, bəli. İkilikdən danışır deyə A variantı. Sonra 6-da time isimdir. Törəmələrdən sonra isim gəlməz. Nandan sonra isim gəlməz. Bir də özündən sonra isim istəməyən nələr idi? Törəmə şeydir. Yeni törəmələr. Ümumiyyətlə törəmələr, sonra nan, daha sonra es, Notda ortada nəsə gəlməz. bəli, en gəlməz. Else, bir də ki, Bir də others, the others, iç adırda da hə, apostrof üstlə birləşərsə gələ bilər. Qaldım A və C-nin arasında. Neither'dan sonra necə isim gəlməlidir? Sayılan tək gəlməlidir. Time sayılmayanda A variantı. Sonra 86. Yazmamışsınız. Deməli, bax yeni cümlə başlayıbdı. Bax görsən funny'dən sonra nöqtə verib ki, yeni cümlə başlayıbdı. Cümlə eni və eni törəmələri ilə başlamaz. Getdi. Every heç vaxt isimsiz işlənməz. Sadiq testə bax. İçin isimsiz işlənməsi var, amma every'nin isimsizi yoxdur. A qalır, E qalır. Deyirəm ki, some və eni hansı halda isimsiz gələ bilər?
Mənim sam təkrar edilməsi işləndikdə. Aysa. Birinci cümlədə ismin adı çəkilərsə, ikinci cümlədə artıq sam enidən sonra isim vermərəm. Ancaq mənim cümləmdə heç Jack is very funny hissəsində mənim ismim yoxdur axı ki, mən deyim ikinci dəfə adını çəkməyim. Deməli burada sam isimsiz işlənməz. A variantı getdi. Qaldı E variantı. Hər kəs deyir ona heyrandır. Yumor bacarığına, yumor hissinə görə. 87 də var. Nöqtələrdən sonra plans gəlibdi, isimdir. Törəmə üstəgəl isim gəlməz. B, C, E variantı getdi. Don't var. Bir cümlədə ikinkar olmaz, qalır. Bəli, bir cümlədə ikinkar olmaz, qalır A variantı. Yanmıram bir qədər asan düşeyim mənim. Yox, belə asan da olmayacaq. Sonra Sonra deyim görə. 9-lara belə düşə bilər, amma 11-lərə yox. 92. 92-də Result en idi. Aysə o. Decoration isim gəlibdi. Törəmə üstəgəl isim gəlməz. B və E variantı getdi. Without, if, hardly, without, if, hardly, Can could would da sam olurdu. if, hardly, without. Bunlardan sonra eni gələcək. Any decoration. Aydın oldu mu? Sonra. Mən 701 də aldım. Bəli. Nöqtədən sonra money isimdir. Törəmə üstəgəl isim gəlməz. Cümlədə inkar var, bir cümlədə ikinkar olmaz. D variantı ümumiyyətlə qrammatik baxımdan səhvdir. Çünki no ilə eni bəli. Eni, some, any, no, what bunlardan sonra yox, nə dedim mən? Yox. Deməli, notdan sonra birbaşa isim gəlməz, ortada eni gələr. Amma nodan sonra gələ bilməz, birbaşa gəlməlidir. İnkar üstəgəl sam olmaz, E variantı getdi. Qaldı cavabım A variantı. Sadiq, niyə soyursan avalım dəftərin üzünü? Testinə bax da, fikrin testi ol. Aha, sonra 30-a qədər var. 919. 709 var. Burada 3 səhvdir. Everydən sonra of gəlməz. Törəmə xəbər təkrar olur. Törəməni bu %100'dür. Bax, biri götürdüm. İçindən bir şey çıxır. Xəbərin voz təkdədir. Törəmə xəbəri təkdə istəyir. Birim %100'dür. Amma oldu. xəbərin cəm də ola bilər müəllim. Bolsun xəbəri cəm olur. 2-ni çıxdım. A getdi, B getdi. İndi gəldim. 4'ü də götürürəm. İçin xəbəri təkdə olur. 1, 4. Məsələn, variantda versəydi ki, 1, 4, 5, onda nəyə baxacaqdım? Deməli, oldan sonra isim gəlməyibdisə, mənasını bilməyin yolu odur ki, oldan sonra burada tək isim, tək xəbər gəlibdisə, baxın, voz gəlibdi. Oldan sonra tək xəbər olanda, bu zaman ol hər şey mənasını verir. Yəni cansızdır. Hər şey. Xəbərin, hadisənin xəbərindən deyir, hər şey şok oldu. Hər şey şok ola bilməz. Hamı şok olmalıdır. Müəllim, ol hamı mənasında necə olacaqdı? Hamı mənasında oldan sonra xəbər cəm gəlməli idi, were olmalı idi. Ol ona görə çıxdı. Qaldı cavabım 1, 4. Bu evrində siz nə tərəf çıxdım mən? Çünki evrdə nöqtədən sonra, ofdan sonra cəm gəlib da. Cəm gəlirsə xəbər də cəm olmalıdır. Yox. Biz əvəzliklər demişdik ki, məsələn, either, neither, each, either, neither, each. Bunlar deyirəm xəbəri həmişə təkdə istəyənlərdir. İstəyir özündən sonra of gəlsin, istəyir birbaşa isim gəlsin, xəbər təkdədir. Amma dedik oldu, samdı, eynidir. Bunlar özündən sonra cəm gələrsə, cəm xəbər olacaq. Sayılmayan gələrsə tək xəbər olacaq. Amma biz niyə? Ona görə mən sizə əzbərlətdim ki, xəbəri həmişə tək olanlar hansılardır? Each, every, either, neither, törəmələr, not. Oldu mu? Sonra. Necə? Söz önüdür. Söz önüdür. Neçədə qaldıq? 19
709'u dedik. Sonra 719. 710 dedim 9'u. 719. 719. Ha. Deməli don't gəlibdi. Bir cümlədə iki inkar olmaz. A getdi, D getdi. Qalanlar qalır uşaqlar. Every-ni təsdiqdə də işlədə bilərəm, inkarda da işlədə bilərəm. Deməli deyir ki, don't say everything to nobody. Yenə də bu cümlədə inkarlıq var deyə. Baxın, burada iki mübtəda, iki xəbər olsaydı, mən iki dənə inkar işlədə bilərdim. Mürəkkəb cümlə olsaydı. Görsən, burada əmr cümləsidir. Sənin mübtədan heç yoxdur. Yəni, mən bir tərəfi təsdiq, bir tərəfi inkar verə bilmirəm. Çünki burada ikinci tərəfdə gələn to-dan sonraki hissə sənin obyektindir. E-ni çıxıram. B variantında çıxıram, qalır C variantı. Don't say anything to anybody. Heç kəsə, heç nə demə. Təsdiqdə inkar vermirik də. Bu sayda cümlədir axı. Əgər mürəkkəb olsa, iki mübtəda, iki xəbər olsa, bəli, onda verə bilərsən. Sonra 27-dən nöqtələrdən sonra problems gəlibdir. Every-dən sonra sayılan tək gələr. Another-dən sonra sayılan tək gələr. Each-dən sonra sayılan tək gələr. C variantında others-dən sonra isim gəlməz. Qalır cavabım E variantı. Sonra nöqtələrdən sonra dances, Latin, American dances, dances cəmdədir. Another-dan sonra tək gələr. Sayılan tək. D-də others-dan sonra isim gəlməz. B-də isim gəlməz. E-də yenə another veribdir, an veribdir. Qalır C variantı. Any other. Biz də bilirik ki, some, any, no, what özündən sonra other. Many ilə də some, any, no, what, many 5 dənəsindən sonra other verə bilirəm. Sonra 30 nöqtələrdən sonra side gəlibdir. D variantı isim gəlməz. C variantı isim gəlməz. A, B, E qaldı. Deməli, other da verə bilmirəm. Çünki other-dan sonra sayılanlar cəmdə gələcəkdir. Ya da sayılmayan gələcəkdir. A qalır, B qalır. Deyir ki, mən onları gördüm. On the other side of the street. Küçənin iki tərəfi var. The other digər hissəsində görmüşəm A variantı. Hər hansı bir tərəfində görmərəm də. The other, yox. On the other side of the street. Hətta biz bunu D artikellı birləşmələrdə əzbərləmişdik. Artikelin içərisində. Açsaz qaydanı görəcəksiniz. Bəli. Sonra 31 dedi. Deməli, xəbər tək gəlibdir. Others-ın xəbər cəmdədir. E variantı yenə də others, others cəms deyir. Another heç cəmlənməz. Bu da gedir. A qalır, B qalır. I can play two musical instruments. 2 dənə musiqi alətində ifa etməyə bacarıram. One, biri pianodur. Yerdə qalan həmin o biri the other, violin, skripkadır. A variantı olacaqdır. Görsən, burada niyə görə müəyyənlik artiklı verirəm? O ifa etdiyim iki instrumentdən danışır. 2 dənə musiqi alətidir. Biri pianodur. Yerdə qalan həmin o biri the other olacaqdır. Çünki müəyyəndir axı. Sonra Nəyə gəlirlər başqa bir şey gəlmir. aha, nöqtələrdən sonra deməli nöqtələrdən sonra s gəlibdir. Törəmələrdən sonra s gələr. E getdi. Cümlə eynin törəmələri ilə başlamaz getdi və birinci cümləni yenə deyirəm, bizə boşuna verməyibdir. Deyir ki, you are the only candidate. Sən deyir, yeganə namizədsən. Demək ki, bax birinci cümlədə the only mən cavabı aparır. Sən yeganə namizədsən, ona görə də deyir, səndən başqa heç kim, başqa deyir, heç kim. Deyir ki, yeganə namizədsən, başqa heç kim iş üçün müraciət etməyib. Olur B variantı. Sonra 34'də nöqtələrdən sonra of gəlib. 1 saniyə. Nöqtələrdən sonra of gəlibdir. Törəmə üstəgəl of gəlməz. İnkar, inkar üstəgəl sam olmaz. İnkar üstəgəl ikinci bir inkar olmaz. E variantı. E variantı. 35'də nöqtədən sonra of gəlib. Törəmə üstəgəl of olmaz. Acıdı gedir. Every'dən sonra of olmaz. Bir saniyə. Mən niyə törəmə deyib nayzəni çıxmışam?
çıxmışam. A variantı, C variantı getdi. Everydən sonra of olmaz. No-dan sonra of olmaz. D variantı. Törəmə deyib D-ni da çıxmışam. Sonra nöqtələrdən sonra children uşaqlar isim gəlibdi. Cəm isim, törəmə üstəgəl isim gəlməz. Nan üstəgəl isim gəlməz. Everydən sonra sayılan tək gələr. Qalır cavabım C variantı. Heç bir saniyə ona baxmadan da görürəm ki, orada eni verib. Deməli, mənə inkar lazımdır. A gedir, D gedir. Törəmə üstəgəl isim gəlməz. B gedir, nan üstəgəl isim gəlməz. Qalır C variantı. Sonra one of my parents. Baxın, nöqtələrdən sonra others cəmdir. Cəm xəbər istəyir, A getdi. C variantı cəm xəbər istəyir, getdi. Və deyir ki, one of my parents. Valideynlərimdən biri, 2 valideyn var. Valideynlərindən biri müəllimdir. Yerdə qalan digəri, həmin o biri həkimdir. Olacaq E variantı. Gördünmü? Yenə ikilikdən danışır. Hə, qəşəng testi 44-də. Deməli deyir ki, bir saniyə. Deyir ki, 2 həftə B gedir, C gedir. Amma burada nəyə fikir verəcəksiniz? Qaydada da yazmışam orada. Another'dan sonra cəm isim o halda gələ bilər ki, daha bir əlavə bir mənasında olsun. Deyir ki, biz qalacağıq. We are going to stay. Əlavə 2 həftədə. 2 həftə bu birlikdədir. E variantı. Another 2 weeks. Daha bir 2 həftədə qalacağıq. Aydın oldu. 45-də of gəlib. Everydən səhv deyil. Yenə də başladım da. Everydən sonra of gəlməz. İkinci tərəfdə one gəlibdi. Sayılan tək. Sayılan tək gəlirsə another olacaqdı. E variantı getdi. Xəbər təkdədir. A variantı getdi. All of üstəgəl cəm isim, cəm xəbər gəlməlidir. Qalırdı var. 750 nöqtədən sonra plans gəlib. Another'dan sonra cəm gəlməz. Others'dan sonra isim gəlməz. Each everydən sonra sayılan tək gələr. A variantı. Deyir ki, dəvətin üçün təşəkkürlər. Ancaq mənim bir neçə başqa planlarım var. 760. Baxırmı hamı 760-a? Nöqtələrdən sonra baxın another, another city. Bax another city. Bəli, doğrudur. Sayılan tək gəlir. No-dan sonra article gəlməz. İkilərim səhvdir. 3-ə baxıram. Never thinks about xeyir. Necə düz ola bilər? Others cəmdədir. S var. People gəlibdir. Özündən sonra isim gəlməz. Getdi. Bir də 4. Deyir ki, bəzi insanlar pişikləri sevir, ancaq digərləri itləri sevir. Baxın, bu quruluşa fikir verin. Testlərdə əksərən bunları görəcəksiniz. Əgər iki fikri qarşılaşdırırsa, some, digər tərəfdə də others verəcəkdir. Some the others da verdiyi olur. Burada artıq müəyyən olsa, müəyyən başqalarından de deyəcəyik. Məsələn, deyir ki, mən orada çoxlu müğənnilər gördüm. Burada elə test var. Bəziləri deyir, istirahət edirdilər. The others, digər, həmin o gördüyü qrupdakı müğənnilərdən bəzisini çıxıbdı. Yerdə qalan həmin o biriləri, yerdə qalan digərləri, o spesifik daxı, ona görə D artiklı. Amma burada müəyyən bir insan qrupunu demir. Ümumiyyətlə deyir, bəziləri pişiyi sevir, digərləri iti sevir. Yəni, müəyyən deyil mənə digərləri. Ümumi mənada danışır. Spesifik deyil deyə elə artiklsız verir. Neçə? Müəllim. Onları 5 istəyirsən hamısını işlətmişsiniz proqramımız. Mən işləməyəcəm. Sen yollar dediğiniz geldik. Yox, şey.